Başlanğıcını Azərbaycandan götürmüş olan 5 təsəvvüf təriqəti. Bir xəlvətilik. Xəlvətilik Azərbaycanın siyasi həyatında çox geniş rol oynamış bir təriqətdir. Təriqətin əsasını 10-cu əsrdə Əbdülqadir Sührəvərdi qoymuşdu. Lakin bəzi alimlər onun tələbələri İbrahim Gilani və Dədə Ömər xəlvətiliyin əsl baniləri hesab edirlər. Ən böyük nümayəndəsi Seyid Yahya Bakuvi isə Bakıda yaşayırdı. Yaxın Şərqdə geniş vüsət tapmış olan bu təriqət Azərbaycanın özündə 16-cı əsrin sonlarına qədər davam etmişdi. 2. Sührəvərdiyyə təriqəti. Əsasçı Şahabəddin Əbuhəfs Sührəvərdi tərəfindən qoyulmuşdu. Təbriz ətrafında geniş yayılmışdı. 15-ci əsrin sonlarına qədər intişar tapmışdı. 3. Zahidilik təriqəti. Şeyx Zahid Gilani tərəfindən əsası qoyulan bu təriqət Azərbaycan ərazisində çox geniş yayılmışdı və iki təriqətə, Əpəriyyə və Səfəviyyə təriqətlərinə başlanğıc vermişdi. 4. Roşəniyyə təriqəti. Əsasını qoyan Seyid Yahya Bakovinin tələbəsi olan Dədə Ömər Roşəni idi. Onu da deyim ki, Uzun Həsən dövründə çox böyük hörmət görən bu şəxsin tərəfdarları, müridləri Azərbaycanda geniş yayılmış və mühüm rol oynamışlar. Çox təəssüflər olsun ki, Ağqoyunlu dövləti dağıldıqdan sonra bu təriqət də tənəzzülə doğru getməyə başladı. Və ən nəhayət 5. Hürufilik. Hürufiliyin əsasını Fəzlullah Nəyimi 14-cü əsrdə qoymuşdur. Onu da deyim ki, çox geniş ərazilərə yayılan hürufilik təriqəti çox qəfildən də zəifləməyə başlamış və 16-17-ci əsrlərdə son nümayəndələri ortaya çıxmışdı. Məhz bu təriqətdən də nöqtəvilik təriqəti yayılmışdı.